Torpağa düşməsin havayı birdən, çörək bol olarsa basılmaz vətən. Sağ ol dayı. Böyük Azərbaycan şairi Səmədoğlu'nun şeiridir. Təəssüflər olsun ki, evində həmən şairləri ölümündən 70-80 il, 100 il sonra hamısını xalq düşməni çıxarıblar. Haqqında mən sevmirəm də elə şeyi. Yəni ölənləri həmişə hörmətlə yad elə. Kim kimə nəsə demişdi, kim kimə nəsə eləmişdi. O şeyləri açıb ağartmağın, ortaya tökmağın nə adı var? Necə deyim, kişiliğə xas olan bir şey deyil. Yəni ölənləri hörmətlə yad eləmək lazımdır. Yox, söhbəti o Hamının şeylədir. əskik tərəfi də ola bilər, Öyle. nəsə bir qəliz tərəfi də ola bilər. Onları da insan öləndən 70-80 il sonra atıb ortaya töküb, mən onu əskik söhbət sayıyorum. Məsələn, atalarımızı, analarımızı, nənələrimizi, babalarımızı həmişə hörmətlə yad edirik, elə deyilmi? Hə. Elə layiqli, ləyaqətli oğlanların da, qızların da elə yada salmaq lazımdır. Həmişə onların yaxşı tərəflərini demək lazımdır.